Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbasətdə, yəni 3-cü mikrorayonda 5 mərtəbəli binanın 5-ci mərtəbəsində konkret 3 otaqlı, deməli orta təmirdən bir balaca yüksək olan, bax qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda mən mətbəxində yerləşirəm. Onu da deyim ki, stil sistemi kombidir. Bax görmək mümkündür. Yəni otaqların hamısında var. İndi isə mətbəxini görürsünüz. Bax bu gördüyünüz ərazi vaxtilə deməli açıq tipli balqon olub. Hal-hazırda mətbəxə birləşdirib, eyni zamanda otaqlardan birinə birləşdirilmişdir. İndi isə yenidən mətbəxini göstərir. Mətbəxin ölçüsü hardasa 3-ün 4-dədir. Yəni böyükdür. Mətbəx mebeli evdə qalır. Bina 1980-ci ildə tikilib. Bu o deməkdir ki, yəni ipoteka yararlıdır. Bundan başqa sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İndi isə otaqlardan birini göstərirəm. Hal-hazırda bax siz görürsünüz ki, otaqlar iç-içə deyil. Bax bu cürdür otaqlar. İndi isə deməli ən böyük otağı göstərirəm. Bu cürdə demək mümkündür. Onu deyim ki, polları möhkəmdir, möhkəm materialdır. Bax bura otaqlardan biridir. Gördüyünüz kimi qarşıda deməli balqon otağa birləşdirilib. İndi isə hamamına keçirəm. Çox yaxınlıqdan təxminən 50-60 metrliyindən ola bilsin bir balaca çox deməli 5 nömrəli marşrut işləyir. Bax bura isə hamamıdır. 1,5 tonluq su bakı var. 19 nömrəli məktəb yaxınlıqda yerləşir. Onda nəzərinizə çatdırım ki, bax həmin 19 nömrəli məktəbin aşağı tərəfi demək mümkündür. Savsem aşağı yox, yəni bu sözü demək mümkündür. İnsə qapıdan giriş hissəsini görürsünüz. Gördüyünüz kimi qapısı dəmirdir. 5 mərtəbəli binanın 5-ci mərtəbəsidir. Qiymətin 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnsə mən pollarını göstərirəm. Gördüyünüz kimi möhkəm materialdır. Bax bura deməli ikinci otaqdır. 2 böyük otaqdır, 1 kiçik otaq. Ümumi sahəsi bəzi yerləri nəzərə almadan deməli 68,2-dir. İndi isə siz deməli bax buradan deməli bir dənə 5 keçir, bir də 5, bir də 10 nömrəli marşrut. İndi yadıma düşdüm. Çox yaxınlıqdan 5 və 10 nömrəli marşrutlar işləyir. Bax bura deməli 3-cü otaqdır. Pərdənin arxasında deməli açıq tipli balqonu var. Bax belə bir konkret 3 otaqlı mənzilin qiyməti 75.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Yenə təkrar edirəm. Deməli Abbasət adına xəstəxananın aşağı tərəfində yerləşən poliklinikadan sonra bildiyiniz kimi 2020-ci ildə koronaya görə bax orada bir böyük pomeşeniya açıblar. Həmin pomeşeniyaya yaxın bir ərazidir. Bax ona görə deyirəm, Abbasət adına xəstəxananın aşağı tərəfi demək mümkündür. Buradan deməli 5, yəni binaya yaxın 5 və 10 nömrəli marşrutlar işləyir. Bax belə bir 3 otaqlı konkret mənzilin qiyməti deməli 75.000 manatdır. Ancaq mənə deyilənə görə razılaşma olmalıdır. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Sizlərə uğurlar.